Hər kəs iş axtarır, amma hər müsahibədə bir şou ola bilməz. Bizsə iş dünyasının qaydalarını biraz fərqli təqdim edirik. Burada iştirakçılar özlərini göstərmək üçün gəlirlər. Amma kim qalacaq, kim gedəcək, buna münsiflər qərar verəcək. Hara baxsan tələbdir, qanundur, çərçivədir. Siz öz qabığınızdan çıxmağa hazırsınız. Əsas həvəs və istək. Jurnalistikaya ünvanlandırsa ona ziyan vurmuş olar. Bu bölümümüzdə Biznes TV üçün müxbir axtarılır. Müsahibənin axırında nəticələri elan eləməliyik sizə. Hazırsınız? Qarşınızda 3 fərqli baxış bucağı. 3 sərt imtahan. Komandanın gücünə inanan, illərlə şirkətlərin içində yüzlərlə insanı idarə edən Anar Məmmədov. Jurnalistikanın cəmiyyətə faydası nədir? Fikrini burada izah edə bilmirsənsə, jurnalist kimi necə fəaliyyət göstərərsən? Bir-iki güclü tərəfinizi deyə bilərsiniz. Psixoloji vəziyyəti öz texnikaları ilə dəqiq analiz edən psixoloq-terapevt Roza Şiklinskaya. Sıfırdan 10-a qədər özgüvəninizi dəyərləndirsəz, 0 ən aşağı, 10 ən yüksək. Həvəsi nə? Həvəsli olması çox yaxşıdır. Konkret 3 şey deyə bilərsiniz. Biraz daha yüksək səslə. Media sahəsində öz sözünü demiş peşəkar jurnalist Amil Hacıyev. Yüzlərlə jurnalist tanıyıram ki, jurnalistika fakültəsini bitirməyib, bu fakültəni bitirən məzunlardan daha yaxşı jurnalistlər. Birinci cırçılarını düzəltməlisən. Bu yazıdır, istedad tələb edir, gərək öz qabında ola. Mən niyə səni seçməliyəm? İstəyindən təcrübəni üst-üstə düşmür və məqsədin üst-üstə düşmür. Bir yola çıxmısan, əlində xəritən yoxdur və öz səhvindir. Talih bəy, necəsiniz? Müsahibədən öncə özünüzü necə hiss edirsiniz? Biraz həyəcanlıyam. Mən necə qarşılayacaqları çox maraqlıdır. Yəni mən də gözləyirəm ki, görən necə çıxacam ora, necə baş verəcək. Maraqlıdır mənim üçün. Bəs sizcə sizi digər iştirakçılardan fərqləndirən ən əsas xüsusiyyətiniz nədir və niyə sizi seçməlidirlər? Ən əsası çox həvəsliyəm. Həvəsim olduqca çoxdur. Məncə bu məni digər iştirakçılardan fərqləndirir və bu işi bacaracağımı düşünürəm. Yəni onun üçün məncə seçəcəklər. O zaman uğurlar sizə, sizi səhnəyə yola salıram. Görəsən Talih bəyin həvəsi onun işə qəbul edilməsinə kömək göstərəcək? Salam, hər vaxtınız xeyir olsun. Salam Talih. Xoş gəlmisiniz. Xoş gördüm. Tanıyaq sizi. Adım Talihdir, Talih Vahidov. 18 yaşım var. Jurnalistikada ixtisas alıram. Bakı Dövlət Universitetində 2-ci kurs tələbəsiyəm. Yəni jurnalistikaya həvəsim var. Yəni ilk yerə yazmışdım kodlaşdırmada. Şükür ki, ilk düşdüm. Həvəsliyəm yəni. Talih, niyə jurnalistika? Çünki çox hərəkətli peşədir. Özüm xarakter olaraq ən yaxın peşə jurnalistikanı görürəm. Çünki sakitlik, bir yerdə dayanmağı sevmirəm. Yəni 9-6 hər gün, həftənin 5 gün eyni işi görüb gəlmək məni sıxır. Jurnalistikada elədir ki, eyni işi görmürsən. Sən bir gün əyləncəli yerə gedirsən, bir gün bir ölüm hadisəsinə gedirsən. Yəni bütün hissləri bu peşədə yaşamaq olur. Eynən aktyorluq da belədir. Yəni bu tip peşələr var və ən yaxın jurnalistikanı gördüm. Onun üçün dedim ki, bunu seçim. Xəbər nədir sənin üçün? Xəbər mənim üçün yəni insanların marağını cəlb edəcək bir hadisə. Yəni tək maraqda yox, insanlara lazım olacaq, eyni zamanda marağını cəlb edəcək. Yəni ikisi balanslı olmalıdır ki, əgər heç marağını cəlb eləməsə insanların, sadəcə lazım olsa, onu ancaq düşünürəm ki, ağıllı insanlar qulaq asacaq. Çünki biləcək ki, bu buna lazımdır. Amma içində biraz əyləncə, biraz onların marağını çəkəcək bir nəsə olsa, tam onda məncə o elə olur. Yəni bunun üçün jurnalist olmağa ehtiyac yoxdur ki, indi sosial şəbəkələr var, TikTok səhifəsi aç, yaxud YouTube, həmin effekti alacaqsan daha çox baxıcın olacaq. Sadəcə onlar məncə qeyri-peşəkardır. Yəni düşünürəm ki, 4 il Bakı Dövlət Universitetində, yəni 20-ci əsrin əvvəllərinə yaranan bir universitetdir. Yəni orada 4 il mən oxuyuramsa, düşünürəm ki, o blogerlərdən heç bir təhsil almayıb, sadəcə öz başlarına başlayanlardan daha bir peşəkar olaram düşünürəm. Mən yüzlərlə jurnalist tanıyıram ki, jurnalistika fakültəsini bitirməyib, bu fakültəni bitirən məzunlardan daha yaxşı jurnalistlər. Bəli, elə biz jurnalistika oxuyanlar da bu həmişə dəstə müzakirə edirik ki, bəs biz burada 4 il oxuyuruq, boşuna mı oxuyuruq da burada? Oxumayanlar, istedadlı olanlar gəlib seçirlər. Amma yəni bunun qarşısını almaq mümkün deyil, alsaq da ki, məncə yaxşı olmaz. Çünki elə bir sahədir ki, yəni buna tək diplom lazım deyil, diplomsuz da bu işi görə bilərsən. Yəni kimin istedadı varsa, yarışı rəqabət meydanıdır, kim daha çox özünə güvənir və bacarırsa eləyir, qabağa gedir. Yəni
Tutaq ki, bir redaksiya üçün müraciət etmişəm. Mən niyə səni seçməliyəm? Yəni düşünürəm ki, jurnalistikanı bacaracam da. Yəni o xarakterləri, o bacarıqlar olsun, özümdə onu görürəm. Düzdür, müəyyən qədər əksiklərim var, yəni çox var. Hələ 2-ci kurs tələbəsiyəm, peşəkar təcrübəm yoxdur. Amma yəni özümü məsələn bir 4 il, 5 il sonra, yəni bundan çox-çox irəlidə görürəm. Yəni bacaracağımı düşünürəm. Mütaliən necədir? Mütaliəm çox deyil. Sadəcə son vaxtlar, son 2-3 ildə ancaq imtahana hazırlaşdığım üçün ancaq dərs vəsaitlərini oxuyurdum. Əlavə çox belə vaxtım olmayıb oxumağa. Amma yəni lazım olduğu qədər, əlimdən gələn qədər özümü inkişaf etdirməyə çalışıram. Yeniliyə açıq bilirsə. Məsələn, mən Kürdəmirdən gəlmişəm, rayon yerindən gəlmişəm. Məsələn, bir il əvvəl heç kim düşünməzdi ki, mən gəlib burada olacam. Yəni bir anda baxıram ki, 1-2 il əvvəl hardaydım, indi buradayam. İrəliləyiş var və dediyim kimi inşallah gələcəkdə də bunun üstünə qoya-qoya getməyi düşünürəm. Mən sizi dinləyirəm və sizin nə qədər özgüvənli olduğunuzu həm eşidirəm, həm də ki, hiss eləyə bilirəm. Və mənim sizə belə bir sualım var ki, sizi daha çox hansı xəbərlər haqqında danışmaq maraqlandırır? Yəni məni daha çox sosial xəbərlər maraqlandırır. Yəni məsələn, cəmiyyətin eyni zamanda sosial problemlər ola bilər. Məsələn, daha çox sosial problemli mövzulara toxunmağı sevirəm. Məsələn, paytaxtın Bakıda yaşayaq da hazırda. Hər hansısa birdə bir problem oldu, yanğın oldu, partlayış oldu, insanlar oradan zərər çəkir. Onu gedib işıqlandırmaq, yəni bilirəm ki, cəmaatımla marağı olacaq, daha lazımlıdır. Ən azından yaşadıkları ərazidə olan baş verən hadisələrdən xəbərdar olmalıdırlar. Onun üçün o mənə daha maraqlı gəlir. Bəs tutaq ki, siz çəkilişdəsiz və çəkiliş zamanı ən çox sizi nə stresa sala bilər? Məsələn, uyğunsuz hava şəraiti, ya texniki nasazlıq, ya da ki, məsələn, siz kimdənsə bir, nə deyirlər ona Amil bəy, intervyu almaq istəyirsiniz, amma o insan biraz narahatdır, danışmaq istəmir. Yəni, sizi daha çox nə stresa salacaq bu vəziyyətlərdən? Əslində, bunların hamısı öz yerində sala bilər, amma hava şəraiti məncə daha çox salar. Çünki onun, yəni mənim əlimdə olan bir şey deyil. Əgər ciddən problem varsa, yəni mən nə qədər yaxşı oluramsa olum, məndən asılı olan bir şey deyil. Bu peşənin mahiyyəti nədir? Bu peşənin nə lazımdır bu? Bəli, bu demokratiyanın ümumiyyətlə məncə əsas göstəricilərindən biridir. Çünki bir dövlətdir, xalqdır, jurnalistika 4-cü hakimiyyət kimi ümumi dünyada yəni götürülür. Yəni biz dövlətlə xalqın arasında bir körpü rolu oynayırıq deyə düşünürəm. Yəni biz insanları maarifləndiririk, ictimai rəy yaradırıq. Yəni bizim peşəmiz həm çox riskli peşədir. Yəni bizim ağzımızdan çıxartdığımız hər hansısa bir səhv məlumat, səhv bir söz həm bizi tüklü demiş, rəzil də eləyə bilər, vəzir də eləyə bilər. Yəni biz ictimai rəy yaradırıq, insanlara təsir edirik. Məsələn, Neftçilər prospektində tıxaçdır. Bəli. Bunu mənə xəbər kimi çatdır və Amma orada ictimai rəy yaratmaq deyirdin. İctimai rəy yaratmaq, ictimai rəyə təsir edəcək fikrini o xəbərin içinə sal. İlk olaraq başlayardım ki, bəs saat neçədir, hansı gün onsuz da ehtiyac yoxdur. Yəni əgər deyirəmsə, deməli bu gündür, bu günə ehtiyac yoxdur. Həmin ərazini vurğulayaram, neçə saatda probka olduğunu vurğulayaram və burada bu problem mütəmadi olaraq davam edirmi, yoxsa sadəcə bu gün mü olub? Əvvəllər olubmu? Burada qəza baş veribmi? Özün dediyindən qırağa çıxdın axı. Cəlb eləyir marağı. Məsəl üçün, mən əksinə yanaşardım. Mən orada tıxacın, orada sən kiməsə desən ki, tıxacda heç kimi təəccübləndirməsin. Amma sən yəni beynində canlandır ki, orada təcili yardım qalıb, içəridə bir xanım var, hamilədir, doğuş olur. Bu spektrdən problemi çıxardır ortaya. Yəni, xəbərin hansı suallara cavab verir, onu bilirsən, universitetdə yəqin ki, keçiblər. Bəli, kim, nə, hara, nə zaman, əsas suallar olmalıdır. Sensasiya vaxt olur ki, o 5 sualdan birini cavab verəcək, xırda detalı qabağa çıxardasan. O da sensasiya deyil. Cəlbedicilik xəbəri belə deyək, auditoriyaya yedizdirməkdir. Çox sağ ol Talih. Yəni 2-ci kurs tələbəsi üçün 70% hazırdır. Mən özümlə müqayisə eləmək istəyirəm səni. Çünki mən 2-ci kursda artıq televiziyada işləyirdim. İnşallah mən Kifayət qədər böyük var. Sadəcə bilirsiniz, deyəcəm, pis adam olacam. Fakültədən, jurnalistikadan gələn bir şeydir bu. Yəni İndi düzdür, müasirləşib filan, məsəl üçün mən vaxtımda, mən 2002-ci ildə təhsilə başlamışam. Məsəl üçün mənim universitetdə gördüyüm avadanlıqla, real televiziyada gördüyüm avadanlıqlar arasında bir 30 il fərq var idi. Yəni sadəcə var, istək var. Jurnalistikada əsas həvəs və istəkdir. İddialı olmaq. Məncə də sizin girişdə dediyiniz ki, hərəkət məni bura gətirib. Məncə, mən sifətə düzgün qiymətləndirmədim ki, yəqin yanlış yerə gəlmişsiniz. Amma danışdıqca baxdım ki, yox, cavabınız o deyildi. Sizi hərəkət gətirməyib bura. Çünki jurnalistikaya gəlmək üçün
Yalnız hərəkətin ucundan tutub gəlmək bu biraz az motivasiyadır. Yəni həm danışmağı çox sevirəm, insanları Heç məlumatlandırmağı xoşlayıram. təcrübən varmı? Başqa Heç bir məsələ. redaksiyada olmusan? Olar. Başqa Necə? məsələ. Hansı bir redaksiyada bir təcrübə proqramında olmusan? Yox, sadəcə Biznes TV-də bir dostum vardı, əməkdaş kimi. Arada çəkiliş olanda gedib qıraqdan baxırdım. Necə çəkirlər, necə olur. Hə, sən operator kimi, mən də əslində elə olmuşam. Sadəcə qıraqdan izləmişəm belə. Kursa gedəndə ilk operatorların yanında gedib öyrənirdim. O ayrı bir şeydir. Sırf təcrübə yoxdur. Ümumiyyətlə jurnalistikanın müasir redaksiyanın işindən xəbəri yoxdur. Sadəcə universitetdə göndərdilər sorğulara filan müəllimlər, mövzu verdilər komanda kimi. Şəhərdə sorğu götürüb gəlirdik. Yəni universitet daxilində ən çox elədiyimiz bu oldu. Niyə? Universitetin bildiyimə görə yaxşı təcrübə laboratoriyası var. Yəni orada ancaq səs filan yazırıq eləyirik. Yəni çox belə praktikaya yönümlü olmur. Hələ ki 2-ci kursdan, bəlkə gələn 3-cü, 4-cü kurslarda olacaq, bilmirəm. İndiyə qədər yəni çox praktika olmuyor. 3-4 televiziyada çəkə bilərsiniz beynəlxalq müstəvidə ki, o televiziyalar sizdə simpatiya oyadır. Xarici televiziyalarına çox baxmıram, yəni yalandan deyirəm. Qəssalam. Mövzu yəni Baxmamaq şərt deyil. Tanıdığım bir dünya miqyasında 4-5 televiziya var. baxırsan ki, olan jurnalistləri tamam başqa bir formatda çıxış edirlər. Mən bu tip jurnalist olacağam. Mənim formatım bundan ibarət. Yəni, Bura idealında gedirəm. var jurnalist. Məsələn, ən azından bildiyim ən yaxın Türkiyədir. Türkiyədə Now TV-dir, Show TV-dir. Məsələn, onların müxbirlərinə baxıram. Lazım onunla bir hadisə olanda rola girirlər. Yəni aktyorluq edirlər bəzən, jurnalistikadan çıxırlar. O yaşamaq üçün onu müəyyən Aydındır. rollara başvururlar. Aydındır mənim. Aydındır. Həmkarlar, Mənim sualım yoxdur. Talih, uğurlar sizə. Uğurlar sizə. Sizə geri dönüş edərik. Çox sağ olun. Tək müsahibə ilə jurnalisti işə götürmək çətindir. Yerində görməlisiniz. Yerində iş başında görmək lazımdır. Ən azı biz təqdim elədik, məsələn, ən azı bir hadisə dedik. Məsəl üçün, bir yanğın hadisəsini mənə təsəvvür edə, yazılı formada. Yazılı formada təsəvvür edə. İstəyi var, iddiası böyükdür. Münsiflər Talihin iş taleyini necə müəyyənləşdirəcəklər görəsən? Talih bəy, çıxışdan əvvəl çox iddialı danışdınız ki, mən qalib olacağam. Hələ də eyni fikirdəsizmi? Əslində fikrimin arxasındayam hələ də. Sadəcə bəzi problemlər oldu. Özümü tam ifadə edə bilmədim. Problem ola bilər, amma yenə seçiləcəklərini düşünürəm. Xeyirlisi olsun. Sizə şans diləyirəm. Çox sağ olun, minnətdaram. Sən niyə 1-ci Qarabağ müharibəsində bizim qəhrəman jurnalistlərimizin Qəhrəman daha qaynar nöqtələrdəki çəkilişlərini müqayisə eləmirsən? Belə yəni deyim, onunla mən- o türk xanımı müqayisə eləyəndə, onun türk xanımın gördüyü heç nədir. Məhəmməd bəy, bu dəqiqə ürəyinizdə nə var? İnam yoxsa həyəcan? Belə deyim, hal-hazırda mənim içimdə bir inam var. Düşünürəm ki, hər şeyi yəni təkmilləşdirmək olar. Təbii ki, biraz həyəcan da var, amma səhnəyə çıxdıqdan sonra məncə həyəcan artıq geridə qalacaq. Uğurlar o zaman sizə, sizi səhnəyə yola salıram. Sağ olun, təşəkkür edirəm. Görək Məhəmməd bəyin həyəcanı doğrudan da geridə qalacaq, yoxsa onun qarşısını kəsəcək? Sağ ol. Salam Məhəmməd, xoş gəldiniz. Xoş gördük. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı, çox sağ olun. Özünüz haqqında biraz danışa bilərsiniz bizə? Əhədov Məhəmməd, 27 yaşım var. Sabirabadda anadan olmuşam, amma gözümü açandan Bakıdayam. Orta məktəbi də elə Bakıda bitirmişəm. Özüm IT mütəxəssisiyəm. Hal-hazırda freelance işləyirəm belə şirkətlərdə falan. Məhəmməd, sən jurnalist olmaq istəyirsən, yoxsa belə deyək, hər hansı televiziya və ya hər hansı bir redaksiyada öz ixtisasın üzrə davam eləmək? Belə deyim, mən əslində jurnalistliyə marağım hardan yaranıb? YouTube-da falan mən belə deyim, türk, rus və yaxud ingilis jurnalistlərinə baxıram. Onlar belə deyim, beynəlxalq jurnalist kimi deyək də, tək öz ölkəsində yox, kənarda hər hansısa bir digər ölkədə baş verən məlumatları çatdırır, çəkir, eləyir. Üstə gəldi ki, jurnalistika ən çox cəlb edən odur ki, demək olar ki, Adamı tez məşhurlaşdırır. Necə? Adamı tez məşhurlaşdırır. Yox, məşhur olmaq üçün yox, sadəcə belə deyim, bütün hissləri yaşayırsınız. Əslində bir marağım da 2020-də 2-ci Qarabağ müharibəsindən sonra türk bir müxbir xanım var idi, adı yadımdan çıxdı. Məsələn, ona baxandan sonra da mən əsasən hərbi jurnalist olmaq istəyərəm ki, Sənə deyim, mən heç kimi pisləmək fikrim yoxdur, ümumiyyətlə jurnalist həmkarlarımızı.
Sən niyə 1-ci Qarabağ müharibəsində bizim qəhrəman jurnalistlərimizin Qəhrəman daha qaynar nöqtələrdəki çəkilişlərindən müqayisə eləmirsən? Belə yəni deyim, onunla mən- o Türk xanımı müqayisə eləyəndə, onun Türk xanımın gördüyü heç nədir. İstisalatın xanımı olsun, Çingiz Mustafayev olsun, adını unutulum, minlər, yəni 10 ən azı bizim jurnalistimiz sırf belə deyək, əskərin yanında durub Qaynar oradan. hissədə bəli bilirəm, məlumatım Buyur. var. Bəs ruslardan dedin kimə baxırsan? Ad desək. Belə deyim, YouTuberlar da əsasən onlar jurnalist deyillər. Nə barədə? Yəni YouTube TV kanal jurnalisti yox, belə YouTube jurnalisti də, YouTube üçün sırf Blogerlər. kontent hazırlayır. Blogerlərdir, amma məsəl üçün türklərdən Ruhi Sənət var, onu bəyənirəm. Niyə gedir hər hansısa bir ölkədə o ölkənin necə deyim, hakimiyyətdə və yaxud da insanlar arasında baş verən demokratiya olsun, fikrimi belə izah edə bilmədim, biraz üzr istəyirəm. Necə olacaq bu? Fikrini burada izah edə bilmirsənsə, jurnalist kimi necə fəaliyyət göstərərsən? Müxbir kimi, Müxbir kimi necə, təbii ki, düzgün başa düşməli? yox, əlbəttə başa düşürəm. Bu çətinlik nöqtəsində necə gəlmək istəyirsən? Belə deyim də, biraz lovğalıq kimi çıxmasın. Yəni insan heç nəyi birdən-birə öyrənmir də. Təbii ki, təcrübə lazımdır, təcrübə proqramları keçmək lazımdır onun üçün, təcrübəli olmaq üçün. Hardasa jurnalist təhsil almamısınız, jurnalist Ümumiyyətlə özü ali təhsil. Ali təhsilim yoxdur, orta təhsilim var. İndi sual verim sizə. Baxın, siz özünüz jurnalist kimi jurnalistika fakültəsində təhsil almamaq qərarına gəlmisiniz və düşünürsünüz ki, gedəcəyiniz yer sizi jurnalistika öyrətməlidir. Sualım, yəni düzgünmü başa düşürəm, yoxsa iki səhv anladım? Yox, belə deyim də, məsəl üçün mənim IT sahəsində ali təhsilim yox idi. Şirkətlərə gedəndə çox vaxt IT sahəsində çox vaxt ali təhsilə baxmırlar, çünki orada bilik biraz tam fərqlidir. Orada səriştələrə Diploma- baxılır. Səriştə. Bəli. Mən məsəl üçün getdim işdə həmən məsəl üçün müsahibə götürən bir əməkdaş var idi orada, insan resurslarına. Sizin kimi sual verdi ki, biz sizi niyə öyrətməliyik? Mən cavab olaraq dedim ki, yəni düşünün ki, mən universiteti qurtarmışam, biliyim var, amma praktikam yoxdur. Nəzəri cəhətdən bilirəm ki, bunu eləsəm bu olur, bunu eləsəm bu olur. Təbii ki, onları təcrübəli əməkdaşı necə yaranır? Yəni gəlir, şirkətə təcrübəçi olaraq çalışır və təcrübə yığdıqdan sonra daha da üstünə qoyaraq professionallaşır. Siz də nəzərdən keçirirsiniz bu əməkdaş bacaracaqmı yoxsa yox? Təbii ki, onu Məhəmməd, biz müşahidə sizə edən işin əməkdaş. gedişatı haqqında sual veririk. Siz bizə sizi necə öyrədəcəyimizə dair tövsiyə verirsiniz. Yox, mən sizə tövsiyə vermirəm. Çərçivə düzgün gəlmir, oturmur Yox. yerinə. Birincisi jurnalistikada artıq mən bildiyimə görə redaksiyada işə götürmək ali təhsil mütləqdir. Çünki bilirsən ki, jurnalistlər qeydiyyata alınır və xüsusi mediada qeydiyyatdan keçirlər. Yəni burada artıq ilişirsən. Yox, ilişmirəm təbii. Yəni 27 yaşım var. Məncə oxumaq üçün gec deyil. Heç vaxt gec deyil. Mən gələn ildən onsuz da hazırlaşıram. Yəni qarşıma məqsəd qoymuşam ali Əla. təhsil almaq üçün. Məhəmməd, bir-iki Bəli. güclü tərəfinizi deyə bilərsiniz. Ki, bax, siz bizim yerimizdə olsaydınız, verdiyiniz suallarla özünüzün hansı güclü tərəfini üzə çıxardardınız. Məsəl üçün, biz deyirik ki, okey, biz sizi qəbul edirik, razıyıq öyrənməyinizə, bizim bir yaxşı iki müxbirə həvalə eləyəcəyik, sizlə bir yerdə çalışsınlar. Amma hansı dayaq nöqtəniz var, hansı gözəl səriştəniz var ki, sizin fikrinizlə onlara arxeyin olub bu yola çıxmaq olar? Tez götürən birisiyəm. Yəni onu da mən özüm o fikir özümdə formalaşmayıb, yəni işlədiyim iş yerlərində Bizə olsun. jurnalistikada tez götürmək məsələsi deyil. Bizdə həmişə uşaq vaxtı işlədilər. Gərək öz qabında ola. Çünki bu yazıdır, istedad tələb eləyir, hər şey istedad tələb eləyir. Bax, Bir tez götürmək, o birisi nədir o görək? İkinci nədir? Var İkinci də varmı onda de? İkinci də jurnalistikaya aid olan bir şey. Çox belə deyim, obyektiv bir insanam da. Heç kimə və yaxud da heç bir hadisəyə sürü psixologiyası ilə getmirəm. Tutaq ki, hər hansısa bir hadisə baş verib, rəylər yazılıb ki, bu belədir, hamı bir tərəfə gedir, amma mən məsəl üçün hadisəni araşdırıb daha dəqiq belə deyim, rəy fikri bildirmək fikrindəyəm, yəni. Obyektivəm də, yəni Yox, bir fikrimi misal verim. Məsəl üçün, Qarabağın Çempionlar Liqasında son Ajax-dan məğlubiyyəti. Buna günah kimdədir? günah komanda uduzursa ilk növbədə günah klubun baş məşqçisində olur, futbolçulardan əlavə.
baş məşqçinin də günahı 57-ci dəqiqədə Nərimanı oyuna salmağında olur. Aydın. O da mənim öz fikrimdir. Yəni Ya, obyektivlik dedin. Obyektivlik dedin. yəni, obyektiv olaraq Yaxşı, IT kifayət qədər Azərbaycanda iş tələbi olan bir sahədir. Yəni kifayət qədər mütəxəssis Bəli. ehtiyacı olan tələbədir və mən bildiyimə görə kifayət qədər də qazançlı sahədir. bəli, bəli. Jurnalistikada müqayisədə bir 2-3 dəfə IT mütəxəssisləri daha çox qazanır. Niyə bu sahədə biliyin, təcrübən, bacarığın var? Bu sahədə davam edib daha çox pul qazanmaq istəmirsən, daha çox əz-təminatlı sahə olan jurnalistikaya meyl edirsən. Həvəsim var da prosta. Okay, Bunu dəqiq ifadə Hə, edir. 100 həvəs var. Həvəs Ən 100% dəqiq. var. Həvəs var, təcrübə yoxdur. Təcrübəni də ümid edirəm ki, təbii ki, professionalların yanında ola-ola. Siz öz qabığınızdan çıxmağa hazırsınız? Bəli. Yəni kamera, nə bilim, uyğunsuz hava şəraiti, gecə saat 2-3-ə qədər mən çalışın. onlara istinadən o sözü istəyəm gəlmişəm, sözü kəsdim. Yəni onlara həvəslə gəlmişəm ki, mən hər bir şəraitdə işləməyin Həvəsli olması çox yaxşıdır. Həvəsinə? Həvəsli olması çox yaxşıdır. Amma bilmirəm bu həvəs sizi hara qədər kamera aparacaq. qarşısında da mənim Cavablar. təcrübəm var. Yəni bəzi reklamlara falan da çəkilmişəm. Məhəmməd, 10 ballıq şkala üzərindən verdiyiniz cavabları necə qiymətləndirirsiniz? Özümü ifadə eləməyim yəqin ki 10-da 10 olar. Yəni 10-da 10. hə, özümü ifadə eləməyim. 10-da 10. Sual verim sizə. Bizim indi müsahibənin çəkilişi gedir də. Aha, Kameralar sizi çəkir. bəli. Siz kameralar olsaydı da belə cavab verəcəydiniz, olmasaydı da Hal-hazırda kamera olmağı yəni heç nə dəyişmir. heç nə dəyişmir. Nə tərsinizsə elə də özünüzü göstərdiniz. Bəli. Sual var yoldaşlar. Mənim yəqin bir sonuncu sualım olacaq. Kitabı istifadə etmənin 3 fərqli yolu. Kitabı Oxumaqdan başqa, onu biz Oxumaqdan hamımız başqa. bilirik, hə. kitabı istifadə etmək yolu. Kitabın hansı kitab olduğuna baxır. İlk növbədə baxaram, möhtəşəm əsər ola bilər. Nə bilim, Möhtəşəm əsərdirsə şkafa qoyub saxlayaram. şkafa qoyub saxlayaram. Əgər belə lazımsız kitabdırsa. Əlimə kağız düşəndə əslində şey düzəldirəm, belə korobka düzəldirəm. Bacarığım var. Kitabı başqa nə üçün istifadə eləmək olar? Oxumaqdan başqa ağlıma gəlmir sözün açığı kitabı istifadə eləmək. Məhəmməd bəy, çox sağ olun gəldiyinizə görə. Uğurlar. Çox sağ olun. Sizə geri dönüş edərik. Sağ ol, təşəkkür edirəm. Bizdə sual yarana bilər ki, qərar vermişsinizsə, adamla müsahibəni niyə uzadırsınız? Bax, burada bizim cavabımız çox sadədir ki, gələn adam da hiss olunmalıdır ki, onun haqqı verilir də, onu elə 2 sualına yola Bəlkə salmazlar. elə bir nüans çıxacaq Tamamilə ki, doğrudur. oradan yapışıb bu adamı götürə bilər. Tamamilə doğrudur, elədir. Kitabı oxumaqdan başqa heç bir şey üçün istifadə eləməyi düşünməyən Məhəmməd bəyin bu xüsusiyyəti işə qəbulunda problem yaratmaz inşallah. Məhəmməd bəy, siz münsif olsaydınız, bu çıxışınızdan sonra özünüzə şans verərdinizmi? Əslində mən öz potensialıma inanıram, amma düşünmürəm ki, öz potensialımı münsiflərə göstərə bildim. Reallığa qalsa digər namizədlərə baxardım. Şans diləyirəm sizə. Çox sağ olun, təşəkkür edirəm. Həmkarlarla məsləhətləşdik, qərarımız var. Bizə də xoş olar ki, siz bu qərarı eşitməyə hazır olasınız. Nəzrin xanım, necəsiz? Gözümə biraz həyəcanlı görünürsüz. Biraz həyəcanlı və gərginəm, amma ümumən özümü yaxşı hiss eləyirəm. Hal-hazırda səhnəyə çıxmamışdan qabaq sizi qorxudan nə isə var? Məni qorxudan odur ki, öz potensialımı göstərə bilməyim. Çünki inanıram ki, seçiləcəm, bu sahəyə marağım var, amma potensialımı göstərə bilməsəm bu çox da mümkün olacaqmış kimi görünmür. Uğurlar, sizi səhnəyə yola salıram. Nəzrin xanım inşallah həyəcanlanmaz və potensialını tam ortaya qoymağı bacarar. Salam, Salam. Salam. Salam Nəzrin, xoş gəlmisiniz. xoş gördüm. Tanıyaq sizi. Mən Rüstəmova Nəzrin, Bakı Slavyan Universitetində jurnalistika ixtisası üzrə təhsil alıram.
Jurnalistika sahəsinə marağım var. Özümü gələcəkdə jurnalist olaraq görürəm. Aktiv, öyrənməyə açıq tələbəyəm. Burada gəlmişəm ki, təcrübə qazanam. Müsahibəyə gəlmisiniz ki, təcrübə Yox, qazanasınız. yəni siz məni qəbul edəsiniz, mən çalışıb təcrübə qazanam. Çox yaxşı, əla. Mən baxıram, burada Könüllülər Təşkilatında. Bəli, Könüllülər Əla. Mədəniyyət İctimai Birliyi könüllüsündə fəaliyyət göstərmişəm. Bakı Ekspo mərkəzində kitab sərgisi olmuşdu. Orada iştirak eləmişəm 7 gün boyunca. Belə. Çox yaxşı. CV-nizi kim yazıbdı? Özüm hazırlamışam. Haqqımda sözü nətər yazılır? Q ilə yazılır, yoxsa K ilə? Qıyla. Tələsiyor. Texniki səhv. Könüllülər Təşkilatında işləmisiniz. Bəli. Jurnalist olmaq istəyirsiniz. Bəli. Belə şeylərə görə mən də deyirəm ki, görməyək onu, amma belə şeylərə görə qiymət verirlər. Niyə jurnalist olmur? Nədir jurnalistikanın mahiyyəti? Nədir sizi bura gətirən? Jurnalistikanın mahiyyəti cəmiyyətdə baş verən hadisələri ictimaiyyətə çatdırmaqdır. Düzgün, operativ, doğru şəkildə. Cını düzdür. Tamam. Doğru şəkildə cəmiyyətə çatdırmaqdır. Nəyə Jurnalistika- lazımdır doğru şəkildə çatdırsın cəmiyyətə? Çünki jurnalistikanın bir sıra prinsipləri vardır. Bu prinsiplərə obyektivlik, operativlik, Onu demirəm, qərəzsizlik, bax, nəzr bəli, edin. bəli. Jurnalistikanın cəmiyyətə faydası nədir? Gizlin qalan məsələləri ictimaiyyətə çatdırmaqdır. İctimaiyyəti xəbərdar eləməkdir məsələlərdən. İctimaiyyət hər gizlin qalan hadisəni bilməlidir. Xeyr. Maraq doğuran, sonra vacib olan məlumatları, əhəmiyyət kəsb edən məlumatları. Yəni əhəmiyyət kəsb eləmirsə o məlumatı verməyək. Yəni əhəmiyyət kəsb eləyir ki, biz o məlumatı veririk. Önəmli məlumat olur. İkinci kursda dedin. Bəli, Nəsə ikinci interesansan. kursda. Öncə deyim ki, CV-ndə yazmısan multimedia və vizual jurnalistika, yəni aparıcı olmaq istəyirsən. Bəli. Birinci cırçılarını düzəltməlisən. Tamam. Çox kəskin cı var. Və yəni mən televiziya jurnalisti olduğum üçün o dərhal mənim qulağımı vurur. Qəbul imtahanında ixtisasları seçəndə jurnalistikanı neçənci yazmışdın? İlk 5 sıraya jurnalistika Birinci nə yazmışdım. idi? Jurnalistikaydı. 1-dən 5-ə qədər jurnalistikaydı. Bakı Dövləti seçmişdim, ora qəbul olmaq istəyirdim. Balım çatmadığına görə Slavyan'a qəbul oldum. Məmnunam. Yaxşı ki də jurnalistikaya qəbul olmuşam. Konkret jurnalistikada bir sahə seçmisənmi ki, mən bu Mənə sahə... maqazin jurnalistikası daha maraqlı gəlir, şou. Etirafı da bir başqadır. Səmimidir. Ona görə mən söhbət eləməyə çalışdım. Çünki özünü təqdim edir deyəndə elə bilir ki, auditoriyada dərs danışır. Yəni o cəhətdən belə söhbətdə insan daha səmimi olur. Dedin ki, maqazin, şou, mədəniyyət, yəni də belə deyək, jurnalist olmaq istəyirsən. Arzusunda olduğun bir şəxs varmı ki, ondan müsahibə alardın? Kimdir o şəxs? Müğənni olaraq Aygün Kazımovadan almaq istəyərdim. Show biznesin işıqlandırılması, onun haqqında məlumatın çatdırılması, ictimaiyyətin diqqətinə burada hansı dəyər ola bilər ki, deyə bilərsiniz, dəyərli nə var burada? Açıqlaya bilərsiniz onu. Sənətdir. Bu Ya, onun sənət. başında niyə yəni show biznes jurnalistikasında sən marağını nə səbəb oldu? Başqa o qədər sənətlər var ki. O da sənətdir, amma Niyə nədir mənə o bunun maraqlı dəyəri? gəlir? Aha. Mən xarakter olaraq gülməyi sevən, danışmağı sevən biriyəm. Xəbər aparıcısı olsam ciddi olmağım lazım gələcək. Düşünürəm ki, o ciddiyyəti qoruya bilməyəcəm. Ona Mən görə də də xəbər aparıcısı olmuşam, Bəli. amma kifayət qədər belə deyək, düşünürəm ki, zarafatçılarımda, yumor hissimdə var. Efirdə də kifayət qədər gülmüşəm də xəbər vaxtı. ola bilər, amma mən özümü tam olaraq elə görmürəm. Orada ona nə görə. dəyər var? Aydındır. Bəli. Amma show biznes haqqında xəbəri çatdırmaqda dəyər nədir? İctimaiyyətə nə kimi faydası olur bunun? Xəbərdar olurlar baş verənlərdən. Azərbaycanın mənə hazırda belə deyək, yaşayan bir heç olmasa 2 şairin adını çəkə bilərsən. Kəramətdən başqa. Yazıcı və şair. Çəkə bilərəm. Yəni, mədəniyyət sahəsinin jurnalisti olmaq istəyirsən. Yazıçılar İttifaqının sədri kimdir? Yadınızda deyil. Heç olmasa öz yəni keçmiş rektor adını çəkərdin Kamal müəllim. Yazıcıdır. Ramiz Rövşəni
Görmüsünüz Həyəcan. Ramiz Rövşən Bəli, şeirlərini, bilirəm. səhnələşdirilmişini görmüsünüz? Mən deməsəydim 100% Kəramətin adını çəkəcəkdi. Eşitmisən Salam Sərvanı? Akşin Yenisey'i oxumusan? Adını eşitmişəm, amma oxumamışam. Akşin Yeniseydən heç nə oxumamısınız. Var sual sizdə. Yox, sual yoxdur, amma var əslinə qalsa. Bizdə bugün bütün namizədlər çox yüksək özgüvənlə gəlirlər. Və mən də sizdən soruşmaq istəyirəm ki, 0-dan 10-a qədər özgüvəninizi dəyərləndirsəz, 0 ən aşağı, 10 ən yüksək. 6. Bəs özünüzün performansını necə qiymətləndirirsiniz indi? 7. 7. Nə ilə gedirsiniz buradan Nəzrin? Nə yaparsınız özünüzdən? Daha çox əgər mədəniyyət sahəsi üzrə jurnalist olmaq istəyirəmsə, o barədə biliklərimi daha da artırmaq, kitablar oxumaq, mütaliə etmək. Necə etmək istəyirsiniz bunu? Araşdıracağam, araşdırmalar aparacağam, öyrənəcəm. Birinci növbədə xahiş edirəm cırçıları düzəlt. Oldu. İşləyəcəyik nitqimizin üzərində. Bəli, təbii ki də. Sizcə müsiflər heyətindən nə kimi bir rəy oyatmısınız? Nə düşünürük? Məncə pozitiv rəy oyatmışam. Çox sağ olun. Siz sağ Sizə olun. uğurlar. Sizə geri dönüş edərik. Sağ olun. Özünü tapmağa kömək eləmək lazımdır. tapmağa var və Heç də mədəniyyət, Fokuslanıb bir sahəyə. heç də Yaxşıdır. show biznesdə qalası deyil. Mən gözümün qarşısında görürəm ki, bu Taj açılışacaq. olaraq mən onu sırf elə o sahədə görürəm. Nəzrin xanım münsiflərimizdə pozitiv rəy yaratdığını düşünürdü. Amma belə görünür, o daha çox fikir ayrılığı yaradıb. Nəzrin xanım, deyəsən müsahibə siz gözlədiyinizdən də yaxşı keçdi. Sizcə seçilmə şansınız artdı? Mən düşünürdüm ki, daha çətin suallar olacaq, amma sualların hamısına spontan cavab verdim. Fikrimcə çox yaxşı keçdi. İnanıram ki, seçiləcəm. Şans diləyirəm sizə. Çox sağ olun. Həmkarlarla məsləhətləşdik. Qərarımız var. Bizə də xoş olar ki, siz bu qərarı eşitməyə hazır olasınız. İlkin bəy, bu günə bağlı nə düşünürsünüz? Əgər hər şey yolunda getməsə, özünüzü necə toparlayacaqsınız? Təbii ki, həyəcan və gərginlik var, amma çalışacağam ki, mənfi tərəflərə fokuslanmayım və həyəcanı, gərginliyi aradan qaldırım, idarə edeyim ki, mənə mane olmasın. O zaman uğurlar sizə, sizi səhnəyə yola salıram. Çox sağ olun. Adı İlkin olsa da, o bizim sonuncu iştirakçımızdır. Görək adı kimi birinci ola biləcək? Sağ olun. Salam İlkin. Xoş gəlmisiniz. Xoş gördük. Tanıyaq sizi. Adım İlkin Quliyev, 18 yaşım var. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beynəlxalq ticarət və logistika ixtisasında təhsil alıram. Düzdür, bu jurnalistika ilə heç bir əlaqəsi olmayan bir sahə olsa da, jurnalistika ilə əsasən də müxbirliyə uşaqlıqdan marağım yaranıb. Yazmısan ki, rep Bəli. məşğulam və bu gözəldir, yaradıcılıqdır. Həyat üçün ən böyük arzularımdan biri aktyorluq idi. Bəs niyə jurnalistika üçün müraciət eləmisən? O ki, ən böyük arzularından biri. Jurnalistika, yəni həm də hər ikisi ilə birlikdə uşaqlıq yaşlarından istəyirəm. Abituriyentlik dövründə, əsasən də 9-cu sinifdə ixtisas qrupu seçərkən mən istəyirdim ki, 3-cü ixtisas qrupuna gedim, amma ailə baskısı, yəni başqa ixtisaslara yiyələnmək baskısı elə gətirdi ki, mən tamamilə başqa bir sahəyə, iqtisadiyyat sahəsinə yönəldim. Amma ora yönəlməyim və hal-hazırda orada təhsil almağım bu sahəyə olan marağımı və həvəsimi heç vaxt itirməyib və düşünürəm ki, bu yaşda, 18 yaşında, yəni heç də gec deyil, əksinə hələ erkəndir ki, siz və sizin kimi peşəkarlardan dərs ala bilim. Söz yazarı. Bəli. Nə yazmısan? Mən replə məşğulam və düşünürəm ki, qıraqdan nə qədər pasiv görünsəm də həyatda aktiv adamam və tək məsəl üçün özüm üçün deyil, məsələn istəyən olsa digər janrlarda da mahnılara söz yaza bilirəm. İdeal saydığın aktyor, özünə bir kumir seçdiyin aktyor kimdir? Bu cür aktyorlar çoxdur. Yox, konkret bir nəfərin adını çək. Azərbaycanlı yoxsa xarici? Kumiri sən seçirsən, mən yox. Kumirlərdən məsəl üçün
Hikmət Rəhimov. Bəs kumir olaraq gördüyün jurnalistlərdən kim var? Jurnalistlərdən bu dəqiqə ağlıma gələn, məsələn, Ruhi Çənət var. Kim? Ruhi Çənət Türkiyədə, düzdür, o əslində YouTuberdir, aparıcılıqla da məşğuldur. Bəs Azərbaycanda? Azərbaycanda, məsəl üçün, o biraz şovlarda olsa da mənim marağımı çəkir. Məsəl üçün, Azər Axşam bəyənirəm aparıcılardan. Yəni, bu qədər. Hələ ki, ağlıma gələn budur, bəlkə də başqası gələrdi. Aydındır. Sizi bu jurnalistikada cəlb edən nədir? Konkret üç şey deyə bilərsiniz. Üç şey, Aha. bayaq dediyim kimi, biz bədii ədəbiyyatda hadisələr gördükdə özümüzü orada təsəvvür etmək istəyirik. Biraz daha yüksək səs. Məlumat vermək əsas olaraq, faydalı olmaq və məlumat olan yerdə olub, yəni hadisənin mərkəzində olub, bütün hər şeydən, hər şey olmasa da, yəni olduğumuz mühitdə olan hadisələrdən xəbərdar olmaq. Bəs müxbirlik etsəz daha çox harda müxbirlik edəcəksiniz? Müxbirlik etsəm, Televiziya, aparıcılıq. televiziyada daha çox idman janrında istəyərəm. Çünki bir çox oğlanın bəyəndiyi kimi futbola marağım var. Futbol xəbərlərini ilk operativ almaq istəyərəm. Yəni həm idman janrında, həm də cinayət haqda verilişlərdə istəyərəm çalışım. Özün yazdığın rep varmı? Bəli, bəli. 4 misra deyə bilərsən. Şeir formasında deyə bilərsən. Arzuları belə bir olanlar vaxt keçir və yadlaşırlar. Bu bəd ruhlu fikirləri bundan sonra at başından. Neydi, axırıncı Bu Biraz bərkdən zəhmət Bu bəd olsa. ruhlu fikirləri bundan sonra at başından. Əvvəl ad günü gözləyənlər indi dərdli hər yaşında. Saç-saqqal ağ müdrikləşir, üçün bilinir göz qaşından. Yəni belə. Düzdür, bu biraz şeir formatında demək biraz gecikdim deyəndə, o rep formasına daha çox öyrəşdiyim üçün. Dediyim iddia nə dərəcədə yanlışdır, doğrudur, onu sən rəy bildirəsən də. Mənə görə reperin özəyində bir asilik var. Bir üsyan var, bir haykırtı var. Bu müəllif verilişlərinin aparıcısı formatına daha yaxındır. Çünki o da düşündürür, bu da düşündürür. Jurnalistin özü redaktorla işləyir. Jurnalistdə asilik yoxdur. Redaktordan asıllıq var, obyektivlikdən asıllıq var. Mən belə görürəm, yanlışdırmı, doğrudurmu? Yolun bəlkə jurnalistika, məlumatın obyektiv işıqlandırılması deyil də aparıcılıq və insanları düşündürmək kimi. Çünki duruşun, danışığın, danışıq tərzin, yanaşman sanki düşündürməyə dəvət eləyən bir adamın enerjisini verir. Sizlə razıyam. Yəni repdə əsas meyarlardan odur ki, tək öz həyatımdan deyil. Məsələn, mən yazmağa başlayanda sırf öz həyatımdan deyil də, məsəl üçün dinləyici qulaq asanda özünü də mənim yerimdə görsün. Necə ki, kitab yazanda özümüzü orada görürük. Bir musiqi dinləyəndə də, bir film izləyəndə də biz özümüzü orada görürük. Daha çox, düzdür, öz həyatımdan da yazdıqlarım təbii ki, çoxdur. Deyərdim, 80% öz həyatımdandır. Amma qalan 20%-də ola bilər ki, mən yazmışam o mahnını, amma öz həyatıma heç bir aidiyyatı yoxdur. Başqalarında görmüşəm və o problemə, o ədalətsizliyə göz yuma bilməyib yazmışam. Yəni 18 yaş üçün bu baxış bucağı çox fərqli bir. Fəlsəfidir. Çox fərqindəli bir. Yəni elə bir özünü düzgün tutmusan, indi tutduğun yeri doldurmağa çalışırsan keyfiyyətlə. Ona görə deyirəm ki, o tərəfdən, jurnalistikadan gəlmək nə dərəcədə sənin o emosional aclığını doyduracaqdır. Belə deyərdim də, jurnalistikada, məsələn, jurnalistlər, müxbirlər düşünürəm ki, sıravi adamlardan daha çox hadisələr görürlər və oradan gördüyüm hadisələr də mənim rep fəaliyyətimə də təsir edə bilər ki, orada gördüklərimi də qələmə ala bilim. Bunun üçün jurnalist olmağa nə ehtiyac var ki, televiziyada həm jurnalist gördüyünü göstərir. Jurnalist bir çərçivəyə düşür. Onun göstərdiyinə bax, oradan ilham payını tut, elə bil ki, sanki bir sən ətər səslənir, elə bil özünü axtarmağın növbəti qapısını jurnalistikadan salmısan. Bu da böyük bir əziyyətdir, bu böyük bir zamandır, bu böyük bir yatırımdır. Çox verilənlərin ortasında qalmamısınız? Məncə yox. Bir 5 ildən sonra özünüzü uğurlu ticarət
logistika mütəxəssisi görürsünüz, tanınmış reper görürsünüz, yoxsa tanınmış jurnalist və ya aktyor? İctimaiyyət sizi necə tanıyır? İctimaiyyət, mənim məsəl üçün YouTube kanalım var, Spotify-da da mahnılarım var, reper kimi tanıyır, amma məsəl üçün mən reperəmsə və yaxud da aktyoram, jurnalistsəmsə, o demək deyil ki, mən yəni logistikada çalışıram. Qoyduq logistikanı bir qırağa. Cəmiyyət sizi jurnalist kimi tanıyır, yoxsa reper kimi tanıyır? Reper kimi daha çox tanıyır hal-hazırda. Amma gələcəkdə bilmirəm, hər şey ola bilər. Gələcəkdən çox şey gözləmək olar. Oldu. Var sual? Yox, mən ilkini gələcəkdə bir yaxşı aktyor kimi, yaxşı mədəniyyət müxbiri olacaq nəzrinə müsahibə verən kimi təsəvvür edirəm. Mən də elə görürəm onu. Nə ilə gedirsiniz ilkin buradan? Nə yaparsınız özünüzlə? Siz məni seçsəz də, seçməsəz də, mən burada bugün bu müsahibədə olmağım istəyimin nəticəsidir və buradan aldığım təcrübə də seçilməsəm belə gələcək bu cür müsahibələrdə nə götürdünüz? Təcrübədir. Nə götürdünüz buradan? Deyirsiniz təcrübə. Nə ilə gedirsiniz buradan? Ən azından peşəkarlarla danışıq. Yəni, belə deyim. Bir əlaqə. Əlaqə, bəli. Özünüzün performansınıza, burada göstərdiyiniz, verdiyiniz suallara cavab verməyiniz, özünüzü ortaya qoyub ifadə eləməyinizi 10 ballıq şkala ilə necə qiymətləndirirsiniz? 7-8 aralığı belə deyim. Oldu. Çox sağ olun. Sizə uğurlar. Çox sağ olun. Sizə geri dönüş edərik. Sağ olun. 18 yaşında olmayan bir 18 yaşlı idi bu. Çox gözəl bir atmosferi, aurası var idi. Amma nə yalan deyim, Anar bəy görəsən nə demək istəyirdi? Eybi yox, yekun qərarda öyrənərik. İlkin bəy, biz bugün öyrəndik ki, siz həm replə, həm aktyorluqla, həm də jurnalistika ilə maraqlanırsınız. Sizcə bu münsiflərin qərarına hər hansı bir təsir eləyə bilərmi? Məncə bəli eləyəcək, çünki mənim digər sahələrdə olmağım onlarda biraz fikir dəyişikliyinə gətirib çıxara bilər. Amma seçsələr də, seçməsələr də bu mənim üçün həm gözəl təcrübə, həm də xoş xatirə oldu. Şans diləyirəm sizə. Çox sağ olun. bir daha salam gənclər. Salam. Bilirsiniz, indi müsahibənin axırında biz nəticələri elan eləməliyik sizə. Həmkarlarla məsləhətləşdik, qərarımız var. Bizə də xoş olar ki, siz bu qərarı eşitməyə hazır olasınız. Hazırsınız? Bəli. Deməli, başlayaq birinci Məhəmməddən. Məhəmməd, bizim dediyimiz sizə xoş gəlməyə bilər, amma istəyimiz də budur ki, xoş gəlməsin. Sizin bəlli bir iş yeriniz var. Bəli. Kifayət qədər də indiki zaman üçün yaxşı məvacib alırsınız. Bəli. Nə səriştənizə, nə də təhsilinizə cavab verməyən bir istiqamətə gəlmək istəyirsiniz. Bununla da özünüzün mövcud olan karyeranıza ziyan vurmuş olursunuz. İstəyirəm bir şeyi dəqiq anlayasınız. O qədər ali təhsil alan IT mütəxəssislərimiz var ki, indiki an üçün orta məvacibə belə çıxa bilmirlər. Siz heç texniki peşə təhsiliniz olmadan belə kifayət qədər yaxşı yerdə işləyirsiniz və yaxşı məvacib alırsınız. Məncə, varsa aparıcılığa marağınız, blog aça bilərsiniz şəxsi, hansısa bir səhifə aça bilərsiniz, özünüzü orada sınaya bilərsiniz. Amma istiqamətinizi dəyişməklə özünüzə ziyan vurmağı mən və komissiya yoldaşlarımız sizə tövsiyə eləmirik. Gəldiyiniz üçün çox sağ olun, böyük bir addımdır, çox ciddi bir təcrübədir, öz üzərinizdə işləməyinin göstəricisidir. Bu tip axtarışlarınızı davam eləməyiniz çox yaxşıdır. Amma qərarlarınızda dəyərlərinizi və çəkdiyiniz əməyi düzgün qiymətləndirib öz haqqınızı verin. Sağ olun Məhəmməd, təşəkkür edirik. Sizə uğurlar. Təşəkkür edirəm, sağ olun. Sağ olun. İkinci müraciət eləmək istədiyimiz şəxs İlkin bəydir. İlkin bəy, protokol üçün demirəm, xətir üçün demirəm, sizinlə danışmaq, sizinlə tanış olmaq çox böyük bir zövq idi. Keyfiyyətli bir gənclə tanış olmuş olduq. Dolu bir adamla tanış olmuş olduq. Dediyini deməmişdən qabaq düşünən, hiss eləyən bir adamla tanış olduq.
çox qürur vericidir ki, gənclərimizin içərisində əminəm ki, sizin kimlər az deyil. Amma bu çapda, bu keyfiyyətdə bir yoldaşlar var. Sizə də, siz özünüzlə səmimi olduğunuz kimi bizim də səmimiyyət borcumuz var. Görmürük sizi jurnalistikada. Hazırki performansınızla, göstərdiyiniz, verdiyiniz cavablar, özünüzü ifadə ilə nəinki görmürük, hətta düşündük ki, sizə də yanlış qərar qəbul eləməyin iştirakçısına dönmüş olarıq. Sizin yanlış qərar qəbul eləməyinizin iştirakçısına dönmüş olarıq. Mənə görə siz ixtisasınızı oxumağa davam eləyin, aktyorluq kurslarını davam eləyin. Reper tərəfinizi görməmişik, inşallah ki, onu da izləyərik. Amma axtarış aparmağınız doğrudur, yönünüz mənə görə o deyil. Çünki sizdə bir özgürlük var, bir azadlıq var, bir sərbəstlik var. O sərbəstliyin haqqını keyfiyyətlə verməyə, o sərbəstliyin formasını vermək lazımdır. Mütləq siz o sərbəstliyə forma verməsəniz, sərbəstlik sizə qarşı bir üsyanda çıxış eləyəcək. Ona görə cəmiyyət üçün, ictimaiyyət üçün, vətən üçün, ölkə üçün faydalı bir işi tapmağınız şərtdir. Mənə görə, mən özümü maraqlı bir verilişlərin, aparıcılığın, bir süjetlərdə denəyərdim. Amma bizim burada yoldaşlarımızın ümumi rəyi deyil, o mənimkidir. Sadəcə olaraq hal-hazırda deyirəm ki, jurnalistikaya getməyiniz sizin onsuz da indi bir çox istiqamətlərin altında qalmağınızın üstünə bir istiqamətlə gətirmiş olacaqdır. Amma dediyim kimi, protokol üçün demirəm, çox şadıq sizlə tanış olmağa. Mən ümid edirəm ki, sizi gözəl bir istiqamətdə fəaliyyət göstərən bir peşəkar kimi görmüş olacağıq. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Uğurlar sizə. Mən düşünürəm ki, bizim növbəti iştirakçılarımız haqqında fikri sizdən alsaq daha yaxşı olacaqdır. Çox sağ olun. Növbəti etimad dərsində belə bir məsələ var ki, yəni artıq ikiniz qalmışsınız, bunun ikiniz də qalibsiz. Yəni bunu belə düşünün. Təəssüf ki, bizə bir yerdir, biz birinizi seçməliyik, amma o seçilən və seçilməyən arasında, yəni mən deyirəm, hazırki vəziyyətdə fərq qoymuram. Çünki həm Talih, Bakı Dövlət mənim bitirdiyim universitetin, mənim bitirdiyim fakültənin tələbəsidir. Nəzrin də gözəl bir təhsil olacaq Bakı İslamiyyə Universitetində. Yəni sırf jurnalistika ixtisasındadır. Mən gələcəkdə ikinizin də jurnalist olacağının şübhəm yoxdur. Sadəcə olaraq biraz düzgün yön, biraz əziyyət çəkmək lazımdır. Yaxşı jurnalist olmaq üçün, yaxşı müxbir, yaxşı aparıcı, yaxşı redaktor olmaq üçün biraz çox çalışmaq lazımdır. Amma biz belə deyək, jüri heyəti olaraq bir qərara gəldik. Bu qərar heç kimi, yəni biz sifarişçinin tələbləri əsasında daha yaxın, vakansiyaya daha yaxın olan şəxs seçməliydik. Talih, mən əminəm ki, sən centlmen olaraq da həm birinci yeri, belə deyək, bu vakansiyaya nəzrinə güzəştə gedərdin. Bundan əminəm. Sən jurnalist olacaqsan, bunu yəni heç vaxt yadından çıxartma. Çünki sənin təhsil aldığın universitet, fakültə, yəni oradan ən pis halda belə jurnalist çıxır. Çünki siz bizdən fərqli olaraq qabiliyyət imtahanı verib getmişsiniz. Biz 15 yer idi, seçirdik, düşərik, amma elə bir tələbələrlə oxumuşuq bir yerdə. Yəni, çünki mənim istəyim sırf bu sahə olub deyə mən birinci, ikinci, üçüncü yer yazmışam. Yəni, üçü də. O vaxt bizdə universitet seçimi belə çox yox idi. Biz yəni qiyabi və ödənişli əsas yazırdıq. Öz üzərində işlə, daima sənə kömək eləməyə hazıram. Sənin həm görünüşün, həm səsin, həm ilkin savadın, bacarıqların yəni buna imkan verir. Sadəcə olaraq biraz çalışman lazımdır. Nəzrin, mənim üçün deyirəm, Nəzrin səndən daha istəklidir. Nəzrinin konkret məqsədi var. Mən mədəniyyət müxbiri olacam. Mən show biznes müxbiri olacam. Nəzrin də çalışmalıdır, səndən də iki qat çalışmalıdır. Amma bir az səndən istəkli olduğuna görə və seçimimiz Nəzrin üzərində oldu. Hər ikinizə uğurlar. Yenə deyirəm, ruhdan düşmək lazım deyil. Nəzrinə indi ayrıca danışacağım. Sən təhsilini davam elə, mütaliəni artır.
internet əsridir, gözəl jurnalistika ilə bağlı filmlər var. Davam elə və görəcəksən özünü burada. Çox sağ ol, təşəkkür edirəm. Sağ ol. Məncə, Nəzrin, yəni mən seçimimin səbəbini dedim, çox istəkli idim. Konkret, yəni bu işdə həmən qarşına məqsəd qoyub, o məqsədə doğru gedir. Anarın qarşısında, üzr istəyirəm, talehin qarşısında məqsəd çoxdur. Gəlib çıxıb yol ayrıcına sağa mı dönüm, düz mü gedim, sola mı gedim, hələ onu beynində müəyyənləşdirə bilməyib. Nə qədər çalışdıq, mən şəxsən çalışdım ki, Nəzrini fikrindən döndərim ki, bəlkə mədəniyyətə yox, sosiala gedəsən, xəbərlərə gedəsən. Dedi, yox, mən Aygün Kəzimovada müsahibə almalıyam. Başqa yolu yoxdur bunun. Ona görə də təbrik edirəm. Amma yenə deyirəm, diksiyan düzəlməlidir, xüsusilə o cırçıların mütləq düzəlməlidir. Gözəl bizim diksiya müəllimlərimiz var, jurnalistikadan gedən müəllimlərimiz var. Mən səni istiqamətləndirərəm, amma mütaliəni artırmalısan. Ən azı mən səndən şair yazışı adı soruşanda fikirləşməməlisən. Çünki jurnalistin, müxbirin bir vəzifəsi də həm də cəmiyyəti savadlandırmaqdır, maarifləndirməkdir. Çünki sən Ramiz Rövşəni, Salam Sarvanı, adını çəkmədiyim yəni bizim yazıcı və şairlərimizi fikirləşirsənsə, açıq tekstlə demək olar ki, sənin jurnalistikada nə işin var? Amma sən gəncsən, hələ ikinci kurssan, hələ bir 2 ilin qarşıda var ki, bu səhvlərini düzəldəsən, aramıza xoş gəldin. Çox sağ olun. İcazə versəz mən də deyim. Nəzrin, həyatda sənə özünün səviyyəsindən, peşəsindən, işindən dolayı bir çox boşluq olan adamlar olacaqdır. Necə ki, sənin valideynlərin özünü sənin qarşında boş tutar, gələcəkdə sənin redaktorun sənə yatırım eləyəcək, müəllimləri yatırım eləyəcəkdir. Amma heç kim həyatda gəlib sənin əvəzinə sənin özünə olan borcunu verməyəcəkdir. Həyat uşaq bağçası deyil. Ki, sən axarına buraxasan ki, qarşıma çıxan insanların ağlı, müdürlüyü, peşəkarlığı hesabına mən ortaya çıxacam. Xeyr. Biz səni görmədən sənədə baxıb qərar verəsi olsaydıq, səni kəsəcəydik. Jurnalist olmaq istəyən adam haqqımda sözünü haqqımda yazmır. Fikrimi çatdıra bilirəm. Jurnalist olmaq istəyən adam öncə sənədlərə hamıdan daha yaxşı diqqət eləyəcəkdir. Sənə zəhmət olmasa diksiyanı düzəlt demirik. Biz deyirik ki, zəhmət çək, diksiyanı bizim kimi danışmaq məcburiyyətində deyilsən. Bizdən yaxşı danışmalısan sən. Çünki biz nə edirik? Biz sənlə görüşürük, başqa müsahiblərlə görüşürük. Amma sən xalqın qarşısında çıxış eləyəsən. İnsanlar sənin ötürmək istədiyin dəyəri, sənin ötürmək istədiyin məlumatı bir tərəfə qoyub, sənin diksiyana, nitqinə, necə deyim, ilişməməlidirlər, diqqət yetirməməlidirlər. Azərbaycan jurnalistika məktəbi böyük məktəbdir. Yerdən gələn nəsil isə layiqli davamçı olmalıdır. Bizim sənin lehinə qərar verməyimiz indi sənin üçün xoş xəbər deyil, bu böyük bir məsuliyyətdir. Və bu məsuliyyətin altından çıxmaq, özünü universitetdəki müəllimlərlə kifayətləndirmək, oradakı fənlərlə kifayətlənmək, bir-iki bloqa baxmaq deyil. Bu deməkdir ki, sən öz boş vaxtını ciddi şəkildə səni keyfiyyətcə yüksəldəcək məzmunla zənginləşdirməlisən. Mən ümidvaram ki, sən işin ağırlığını hiss eləyirsən, bizim isə sənin ortaya qoyduğun performansla heç bir əlaqəmiz yoxdur, çünki sənin göstərdiyin nəticə bizi qane eləmədi. Biz sənin potensialına inanırıq, zəhmət çək, özün də o potensiala inan və sənlə bir yerdə, sənin üzərində zəhmət çəkən adamlara qoşulub öz haqqını verməyə çalış. Başa düşürsən dediyimin ağırlıqla? Başa düşürəm. Çox yaxşı. Bu qədər. Yola salaq səni.
Etimadınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, məsuliyyətli və layiqincə dediklərinizi yerinə yetirəcəm. Məncə ümidlə kifayətlənmək lazımdır deyə burada. Çalışacağam. Yetirəcəm, yox yetirməlisən. Çalışacağam. Sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. Bugün müxbir axtarışındaydıq. Münsiflərimiz Nəzrin xanıma müsbət geri dönüş eləyərək onu işə qəbul etdilər. Burada hər müsahibə bir dərsdir. Özünü tanımaq, komandada işləmək və doğru qərarlar vermək üçün. Amma unutmayın, geri dönüş edərik. Bəzən bu sözlər yeni bir başlanğıc, bəzənsə sadəcə bir imtahandır. Növbəti bölüm kimlərin uğur qazanacağını görmək üçün bizi izləyin. Jurnalistikaya niyə gəlmisiniz? Niyə jurnalistika sualına daha çox SMM kimi cavab verirdi? Jurnalistikaya gələnlərin hamısı belədir. Hamımız ilk mərhələdə bir tanınmaq istəyirik. Yəni nəzərə almalıdır ki, onun yanına gələn gəncdir. Balaca bir qız o boyda baskının olmasına baxmayaraq Səmimi şəkildə idarə eləyə öz bilir. stresini də səmimi etiraf eləyir. Zərif çiyinlərinə ağır yük götürə bilir. Götürə bilir. Ya insan hara gəldiyini bilmir, ya da ki elə bil fövqəl bəşər bir istedada malikdir ki, biz onu görməliyik. İkisindən biri olur da adətən belə olanda. Elektrik ala bilmədim. Mən də ala bilmədim. Qabaq müsahibə verənlər insanın real qabiliyyətinə qiymət verirdilər. Bizim dövrümüzdə müsahibə verən biz məcburuq ki, potensialına qiymət verək. İtin adamı dişləməyə xəbər deyil. Xəbər adamın iti dişləməyidir. Bu da təqdimat. Maraqlıdır. Bu da təqdimatdan asılıdır. Çox sağ olun bizimlə birgə olduğunuza görə. Ümid eləyirik ki, gələn veriliş bizə geri dönüş edəcəksiniz.